hələ adi vəziyyətdir. Yağış yağanda buradan vəbşi keçmək olmur. Hər dəfə gölməçi olur bura. Xəzər rayonu Şağan qəsəbəsinin sakinlərinin payız və qış aylarında problemi eynidir. Belə ki, burada su ötürücülərinin olmaması yağan yağışdan sonra çətin vəziyyət yaradır. Qəsəbənin bəzi yollarında bir müddət əvvəl yağan yağışın fəsadlarını hələ də görmək mümkündür. Sakinlərin dediyinə görə yağış yağan kimi demək olar ki, hər tərəf gölməçəyə çevrilir. Gələn sular bütün hamısı bura yönəlir və bütün həyətlərə dolur, evlərimizə dolur. Biz işə gedə bilmirik, hasarın üstündən gedirik. Yəni vəziyyət çox pis olur. Ona görə biz xahiş edirik ki, yəni bizim şikayət ərizələrimiz də var. Xahiş edirik ki, bu dövlət qurumlarından bizə köməklik eləsinlər. Yəni bizim yolumuza ya drenaj çəksinlər, kanalizasiya sistemi bilirəm çətindir. Drenaj eləsinlər, heç olmasa bu sular yığışsın buradan. Ya gərək uzun sapagilər giyəsən, ayaq var, nə bilim qavoş giyəsən, ki, bəlkə buradan çıxasan. Yoxsa ki, çıxmaq olmur. Taksi çağırır, o taksi gəlmir. Burada yaşayanların əksəriyyəti qaloş geyinmək məcburiyyətindədir. Çünki necə deyərlər, yağışdan yalnız o qalib çıxır. İndi bizim vəziyyətimiz belədir, amma qışda daha da bundan betəri olur. Bizim ayaqlarımız gezə bilmirik. Bütün su olur hər yerimiz. Dizlərimizə qədər hər yerimiz su olur. Mən adicə yarışa belə gedə bilmirəm, məktəbə gedə bilmirəm. Bacım universitet tələbəsidir, o belə gedə bilmir universitetə bu yağışlara görə. Keçən il xəstəm oldu, skoriya içərə girə bilmədi. İçəri öyümün içi su idi. Qapını açdı. Öyümün içinə girə bilmədi. Biz pəncərədən nərdivan qoyub, nərdivanla girib çıxırdıq oya. O da nərdivandan çıxa bilmədi pilləkənlərlə. Aidiyyəti qurumlardan xahiş edirik, nə olar, bizə köməklik eləsinlər. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Qurumdan bildirdilər ki, tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə artıq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, təchizat sisteminin mövcudluğu, ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Görünən isə odur ki, sakinlər hələ bir müddət də gözləməli olacaqlar.